Siz videonu izləyərkən istəyirəm biraz söhbət edim. Məncə belə anlar bizi bir-birimizə daha çox yaxınlaşdırır. Elə bil siz mənim yanımdasınız. Mən də çayımı içə-içə sizə özüm haqqında danışıram. Adım Leyladır. 33 yaşım var. Ox atan bürcüyəm və macəraları çox sevirəm. Mən kənddə doğulmuşam. Sonra atam Rusiyada işləmək qərarına gəldi və 6 ay sonra biz də ailəlikcə onun ardınca köçdük. Onda 3 yaşım var idi. Uşaqlığımız, məktəb illərimiz, bütün ilk xatirələrimiz orada keçdi. Mən tək övlad deyiləm. Böyük bacım və kiçik qardaşım var. Ailəmiz böyükdür və hər zaman bir-birimizə bağlı olmuşuq. İllər sonra valideynlər düşündülər ki, artıq geri qayıtmağın vaxtıdır və biz yenidən kəndə köçdük. Amma gənclik başqa olur. Kənddə olmaq insana biraz dar gəlir. O vaxtlar mənim içimdə böyük şəhəri görmək, işləmək, oxumaq, öz ayaqlarımın üzərində dayanmaq arzusu çox idi. Beləcə Bakıya gəldim. Mühasibatlığı üzrə təhsil aldım. Oxuya-oxuya işlədim. İşləyə-işləyə də həyatı öyrəndim. Bakıda qaldım və elə həyat yoldaşımla da iş yerində tanış oldum. Bəzən həyat insanın yolunu ən gözləmədiyi anda dəyişir. İndi isə mənim öz balaca ailəm var və çox şirin bir qızım. Mən emosional insanam. Ailəmə qarşı çox həssasam. Ailə mənim üçün gücdür, dayaqdır. Həyatımın ən böyük dəyəridir. Yaxınlarda öz evimizə köçdük və bu mənə ayrıca bir sevinc gətirdi. Evdə səliqə yaratmaq, hər küncü öz zövqümə uyğunlaşdırmaq, təmizlik və rahatlıq bunlar mənə inanılmaz xoşbəxtlik verir. Ev səliqədə olanda elə bil ruhumda sakitləşir. Bəzən düşünürəm ki, hətta bilirəm xoşbəxtlik elə ən sadə şeylərdədir. Qızımın gülüşündə, axşam yeməyinin qoxusunda, təmiz və isti evdə, bir fincan çayda, ailəmlə oturduğum süfrədə. Mən həyatı belə xırda, amma dəyərli anlarla sevirəm. Çoxdan sizə özüm haqqında biraz danışmaq istirdim. Axır ki başladım. İstəsəniz özünüz haqqında da qısaca yaza bilərsiniz. Böyük məmnuniyyətlə oxuyaram. Sağ olun.